beynəlxalq təhlükəsizlik sahəsində Azərbaycanın xarici siyasət strategiyası mövzusunda bu günlərim növbəti dərsimiz olacaq. Bununla bağlı biz qısa bir müddət ərzində bərabər olacağıq. Məlumat üçün bildirim ki, bu günlərim dünyada sürətlə qloballaşma, inteqrasiya prosesləri və dünyanın müxtəlif yerlərində baş verən müharibələr fonunda məhz beynəlxalq münasibətlər, təhlükəsizlik və Azərbaycanın siyasət strategiyası öz aktuallığını daşımaqdadır. Və bu nöqteyi nəzərdən də götürsək, əgər beynəlxalq münasibətlərin tarixi inkişafı, təhlükəsizlik anlayışının formalaşması haqqında qısaca bildirmək istəyirəm. Tarixin müxtəlif dövrlərində dövlətlər öz təhlükəsizlik maraqlarını qorumaq məqsədilə müxtəlif hərbi birləşmələr yaradırlar, ittifaqlar, koalisiyalar yaratmışlar. Lakin tarixi proseslərin zəminində baxsaq, bunların əksəriyyəti qalıcı olmamışdır. Müəyyən bir müddət ərzində yaranmışdır və müəyyən bir müddətdən sonra da ləğv olunmuşdur. Və tarixi fondan əgər biz yanaşarsaq məsələyə, insan cəmiyyətlərinin qarşılıqlı əlaqələri, müharibələr və sülh dövrlərinə nəzər salsaq, bu özlüyündə ayrı bir elm kimi araşdırılmalı bir məsələdir ki, bugün dünyanın aparıcı bir çox dövlətlərində məhz bu sahə araşdırılır. Bunun üzərinə, bu mövzular üzərinə müxtəlif elmi işlər yazılır. Hər bir dövrün geosiyasi və hərbi geostratejik inkişafından irəli gələn tələbləri və təbii ki, xüsusiyyətləri var ki, bunlar da təhlükəsizlik sahəsində olan mövcud risklər olsun, çağırışlar olsun və s. Bunlarla bağlı yeni düşüncələri formalaşdırır və bizim bu məsələlərə yeni aspektdən yanaşmağımızı, tarixi fonda yeni aspektdən yanaşmağımızı tələb eləyir. Və bundan başqa beynəlxalq təhlükəsizlik və tarixi kontekst baxımından baxarsaq, bəşəriyyət bugünkü beynəlxalq münasibətlər və təhlükəsizlik sisteminin yaratmazdan əvvəl uzun bir tarixi yol keçmişdir. İnsan cəmiyyətinin, belə deyək, sosial-siyasi xarakterinə görə müxtəlif münasibətləri olmuşdur və maddi, mənəvi ehtiyaclardan doğan müəyyən iqtisadi, siyasi, mədəni əlaqələrlə birbaşa bağlı olaraq məhz beynəlxalq münasibətlər yaranmışdır və bunların fonunda uzun müddətli müharibələr, qanlı döyüşlər tarixən müəyyən dövrlərdə baş vermişdir ki, bu hər birimizə məlumdur açıqcası. Və əvvəlcədən də bildirdiyim kimi, böyük imperiyalar qurulmuşdur, böyük konfederasiyalar qurulmuşdur, lakin sonradan bu və ya digər səbəblərə görə iflas olmuşdur. Kollektiv təhlükəsizliyin tarixi ilə bağlı qısaca bildirmək istəyirəm ki, dövlətlərarası hüququn tarixi evolyusiyası orta əsrlərdən başlayır və Avropa ölkələri müxtəlif beynəlxalq və regional təşkilatlarda zaman-zaman birləşmişdir. Kollektiv iradənin təcəssümü baxımından götürsək, bir çox bu period ərzində hüquqi sənədlər yaranmışdır və bu normalar əvvəlcə Avropa, sonra isə bütün dünyada tətbiq olunmuşdur. Və İkinci Dünya müharibəsindən sonra BMT-nin 1945-ci ildə yaradılması və BMT çərçivəsində vahid hüquq normalarının formalaşması da məhz milli təhlükəsizliyin fərdi təminatının bir növ tamamlayıcısı kimi çıxış etmişdir. Diqqətinizi bir məsələyə də yönəltmək istəyirəm. Hərbi siyasi ittifaqlara yönəltmək istəyirəm. Dövlətlər təhlükəsizlik maraqlarını qorumaq üçün müxtəlif ittifaqlar yaratmışdır. Və bu ittifaqların heç bir uzun ömrü olmamışdır. Bəzi ittifaqlar bəlli hadisələrdən sonra iflasa uğramışdır. Və bu günlərim məhz bunun nəticəsi olaraq təhlükəsizlik sahəsində yeni yanaşmalar, yeni fikirlərin, belə deyək, və yaxud da yeni mexanizmlərin ortaya çıxması tələb olunmuşdur. Diqqətinizi bir məqama da yönəldim.
Təhlükəsizlik Şurasından biz təhlükəsizlik münasibətlərindən danışırıqsa, beynəlxalq münasibətlər müstəvisində təhlükəsizlik münasibətlərindən danışırıqsa, burada soyuq müharibələrin də rolu danılmazdır və soyuq müharibə və NATO, Varşava blokuna diqqətinizi yönəltmək istəyirəm. İkinci Dünya müharibəsindən sonra bayaq da qeyd elədim, 1945-ci ildə BMT yaradıldı. Kapitalizm və sosializm düşərgələri arasında bu zaman nə baş verdi? Soyuq müharibə baş verməyə başladı. Yəni, İkinci Dünya müharibəsindən sonra keçmiş Sovetlər dövründə böyük bir imperiyanın qurulması, dünyanın bir tərəfində sosializmin getdikcə inkişaf edən bir xətt üzrə öz inkişafını davam elətdirməsi, bir tərəfdən də kapitalist düşüncəli olan qüvvələrin, fikirlərin formalaşması hər iki sistem arasında ciddi şəkildə münaqişələrə gətirdi, çıxardı və təbii ki, soyuq müharibə, belə deyək də, NATO, Varşava müqaviləsi kimi hərbi ittifaqların formalaşmasında da müəyyən dərəcədə rol oynadı. 20-ci əsrin 70-ci illərində belə baxsaq, çox da uzaq bir keçmiş deyil artıq ATƏT-in meydana çıxması və bu təşkilatlar beynəlxalq təhlükəsizlik sisteminin inkişafına necə deyirlər, nümunədirlər. Və ümumən götürsək, müasir beynəlxalq təhlükəsizlik sistemi dünya üzərində formalaşması əsasən 1945-ci ildən sonra, yəni 2-ci Dünya müharibəsindən sonra baş vermişdir, formalaşmışdır. Və diqqətinizi bir məqama yönəltmək istəyirəm. Bu günlərin beynəlxalq münasibətlərdə, dünya müstəvisində, dünya arenasında öz, belə deyək, hüquqi normalarını bu və ya digər şəkildə ifadə etməyə çalışan beynəlxalq bir təşkilatdan, Birləşmiş Millətlər Təşkilatından biraz məlumat verəcəm. Yəni BMT-nin rolundan. Bilirik ki, 2-ci Dünya müharibəsindən sonra dünyada insan hüquqları üzərində siyasi, sosial, iqtisadi, mənəvi bir çox ciddi şəkildə problemlər yarandı. Müharibələr dövründə çoxlu köçlər oldu, miqrasiyalar oldu, insan hüquqları ilə bağlı bir çox proseslər baş verdi və bütün bunların fonunda dünyanın yeni bir düzənə, yeni bir təşkilata ehtiyacı vardı ki, beynəlxalq müstəvidə insan hüquqlarını qorusun, insan təhlükəsizliyinə bu və ya digər şəkildə müdaxilə eləyə bilsin, bir növ qoruyucu rol oynaya bilsin. Məhz bu qoruyucu rolu da Birləşmiş Millətlər Təşkilatının simasında biz görmüş oluruq və Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin, belə deyək də, vahid nizamnamə qəbul etməsi, beynəlxalq təhlükəsizlik sahəsinin əsasını qoymaqla yanaşı, eyni zamanda Avropa Şurası və Avropa Birliyi də regional təhlükəsizlik, belə deyək də, ümumi olaraq regional təhlükəsizlik sisteminə müsbət mənada təsirini göstərdi. Və bundan sonra BMT-nin və yaxud da ki, Avropa Şurası, Avropa Birliyinin bu fəaliyyətlərinin fonunda tərk silah və kollektiv təhlükəsizliyə dair sənədlərin qəbulu da əsas bizim mövzularımızdan biridir. Avropa dünyanın təhlükəsizlik laboratoriyasına çevrilmişdir deyə bəzən belə bir düşüncədə formalaşdırılır. Ümumiyyətlə, müxtəlif təhlükəsizlik konsepsiyalarına biz baxsaq, bunlar bu günlərin qlobal səviyyədə öyrənilən məsələlərdir. Yeni yanaşmalar və regional münaqişələrlə bağlı qısaca məlumat verəcəm. 20-ci əsrin 90-cı illərində yeni yanaşmalar meydana çıxır. Yəni, iki qütüblü dünya sisteminin sona çatması yeni konfigurasiyaya səbəb olmuşdur və regional və yaxud da lokal münasibətlərin sayı, necə deyirlər, artmağa başlamışdır. Etnik, dini, milli qarşıdurmalar dünya təhlükəsizliyinə ciddi şəkildə təsir göstərməyə başladı və hardasa lokal münaqişələr artıq regional təhlükəsizliyə, necə deyirlər, təhdid kimi qəbul olunmalıdır və hətta regional savaşlar deyək, regional o soyuqluqlar bəzən də iri miqyaslı, beynəlxalq miqyaslı təhlükə predmetinə çevrilməyə başlamışdır və lokal, əgər regional münaqişələrdən danışırıqsa biz, təbii ki, Azərbaycanın uzun illər boyunca əziyyət çəkdiyi bir münaqişəni demədən keçməyə bilmərik. Bu, Azərbaycan-Ermənistan arasında
başlayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinə qarşı olan haqsız torpaq iddiaları ilə bağlı Qarabağ, Dağlıq Qarabağ və ona bitişik olan ətraf 7 rayonun işğalı ilə bağlı olan məsələ idi və məlum olduğu üzrə yaxın bir tarixi keçmişdir ki, 30 il müddətində Azərbaycana məxsus olan tarixi ərazilərinin işğal altında qalması, bu ərazilərin münaqişənin ocağına çevrilməsi, insanların kütləvi şəkildə oradan qaçqın və cüburi köçün düşməsi, hər biri regional təhlükə predmetinə çevrilmişdir. Və bu təbii ki, Qafqazın özündə də ciddi şəkildə problemlərə gətirib çıxardırdı. Qarabağ münaqişəsi və beynəlxalq biz təsirdən danışaq bir balaca. Belə deyək, münaqişə çox zaman beynəlxalq media tərəfindən bilərəkdən və yaxud da ki, müəyyən euforiya uyaraqdan yanlış təqdimlər olunurdu. Uzun müddət bu belə oldu. Əslində Ermənistan Azərbaycana qarşı bildiyimiz kimi hərbi təcavüzlə həyata keçirmişdi və ərazi bütövlüyümüzü pozmuşdu, milli təhlükəsizliyimizi müdaxilə etmişdi, təhdid idi və uzun müddət dünya düzənində məsələyə ədalət prizmasından yanaşılmırdı. Və bu nöqteyi nəzərdən Ermənistanın Azərbaycanın işğal etdiyi ərazilərdə terror törətməsi, kütləvi qırğın silahları ilə bağlı, ekstremizmlə bağlı və yaxud da ki, bu və digər təhdidə səbəb olacaq fəaliyyətlərlə məşğul olması regional səviyyədə milli təhlükəsizliyə qarşı olan bir təhdid kimi başa düşülməlidir və hələ 2001-ci il 11 sentyabr hadisələrini bildirək, Amerika Birləşmiş Millətlər Təşkilatında baş verən hadisə təhlükəsizlik modelinin artıq dünya sferasında yenilənməsinə gətirdi, çıxardı. Bir növ, biraz bunu obrazlı şəkildə desək, dünya dövlətləri Azərbaycanın artıq ədalətsiz bir müharibədən nə qədər əziyyət çəkdiyinin, terrordan nə qədər əziyyət çəkdiyinin az da olsa fərqində olmuş oldular. Və bunun kontekstindən yanaşsaq əgər biz beynəlxalq hüquq və boşluqlarla bağlı bir-iki məqamları bildirmək istəyirəm bugün. Çox təəssüflər olsun ki, açıqcası belirtmək lazımdırsa, beynəlxalq hüquq sahəsində də müəyyən boşluqlarımız var. Məsəl üçün, milli maraq və yaxud da ki, milli təhlükəsizlik anlayışları bugün beynəlxalq hüquqda bəzən yanlış istiqamətlər üzrə yorumlanır və yaxud da ki, izah olunur deyək. Və bugün bu yanlış yanaşmalar və beynəlxalq hüquq müstəvisindən hüquq çərçivəsinə sığmayan fərqli subyektiv düşüncələr təəssüflər olsun ki, dayanıqlı sülhün inkişafına da ciddi şəkildə mane olur. Çünki bugün dünya dövlətlərinin ümumiyyətlə yer planetinin, əhalinin ən çox ehtiyac duyduğu, bioloji ehtiyac kimi mənəvi də ehtiyac duyduğu, fizioloji ehtiyac duyduğu məsələlərdən biri də dayanıqlı sülh məsələsidir. Bu, bilirsiniz, dünyanın müxtəlif yerlərində baş verən müharibələr, məcburi köçkünlərin bir yerdən digər yerlərə qaçqınların köç etməyi, miqrantlar və s. və ilaxır, hətta bölgəsində müharibə olmayan ölkələrə də, xalqlara da bu və digər şəkildə təsir edir və onların da milli təhlükəsizliyinə müəyyən dərəcədə mənfi təsir göstərir. Dövlətlərin xarici siyasəti və təhlükəsizliklə bağlı belə deyək, əsas meyar, dövlətlərin xarici siyasətinin əsas meyarı qeyd elədiyim kimi əlverişli mühitin olmasıdır. Milli və kollektiv təhlükəsizliyin təmin olunması bütün dövlətlərin prioritet məsələlərindən biri olmuşdur və bugün BMT üzv dövlətləri milli maraqlarını nəzərə alaraq hal-hazırda fəaliyyət göstərir. BMT-nin və onun qurumları ümumi maraqlarını təmin edən bir mexanizm əsasında fəaliyyət göstərir. O zaman belə baxaq, BMT-nin üzvü olan və yaxud da BMT-nin hər hansı bir konvensiyasına ratifikasiya edən ölkələrdə bu qanunların işləmə mexanizmi necədir? Və bu biraz təbii ki, sual doğuran məqamlardır. BMT-nin nizamnaməsi və əsas prinsipləri üzərindən qısaca bunu bildirək ki,
burada dövlətlərin ortaq təhlükəsizlik maraqları tapılmalıdır. Və BMT illərləndir ki, bu məsələ 10 illiklər boyunca sırf bu məsələ üzərində çalışır. Münaqişələr danışıqlar yolu ilə həll olunmalıdır və yaxud da kütləvi qırğın silahlarının yayılmasının qarşısı alınmalıdır və yaxud da etik separatizm, terrorizm və qanunsuz fəaliyyətlərlə mübarizənin aparılması, xalqlararası dostluq, sülhü möhkəmləndirmək və s. bütün bunlar BMT-nin nizamnaməsinin əsas prinsipləridir. Ancaq burada bir məsələ var, növbəti slayda keçməmişdən əvvəl. Bu, hələ biz uzaq tarixə getməyək, Ermənistan Respublikasının, Azərbaycan Respublikasının ərazilərini işğal eləyən zaman BMT 4 qətnamə qəbul elədi və Ermənistanın silahlı birləşmələrinin Azərbaycanın torpaqlarından işğal etdiyi ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı. O zaman baxa, Ermənistan buna nə dərəcədə əməl elədi və nəticə itibarilə Azərbaycan BMT-nin belə deyək, müxtəlif təsisatları Azərbaycanda və yaxud da Ermənistanda müxtəlif danışıqlar apardı və s. və ilə axır. Ancaq nəticə yenə də məlum oldu ki, sülhlə heç bir nəticəyə gəlib çıxmaq olmur və bundan sonra Azərbaycan ən sonuncu variant kimi hərb variantına əl atmağa məcbur oldu. ATƏT və Helsinki Yekun Aktı ilə bağlı danışmaq istəyirəm və 1992-ci Helsinki Yekun Aktı və yaxud da BMT prinsipləri ATƏT-in fəaliyyətinə təsir göstərməsi. Bütün bunlara, belə deyək, bunların fonunda Helsinki Yekun Aktında ərazi bütövlüyü və suverenliyin qorunması məsələsi öz əksini tapır. Burada dövlətlər digər dövlətlərin sərhədlərinə hörmət etməlidir prinsipi əsas götürülür və ərazi iddiaları, işğal siyasətləri birmənalı olaraq legal qəbul olunmur. Azərbaycan və digər postsovet respublikalarına əgər biz nəzər yetirsək, 1992-ci ildə Helsinki Yekun Aktını imzalamışdır və ümumi prinsiplərə əsasən istər bərabərlik, zor işlətmə və yaxud da ki, sərhədlərin toxunulmazlığı bütün bu prinsiplərin içərisində öz əksini tapmışdır. Lakin 92-ci ildən sonra nə dərəcədə bu məsələlərə əməl olunmuşdur. Bu da müzakirə olunan bir məsələdir. Diqqətinizi eyni zamanda yönəltmək istəyirəm Paris Xartiyası və ATƏT-in təşkilatlanması məsələlərinə yönəltmək istəyirəm. 1990-cı ildə bildiyimiz kimi Paris Xartiyası qəbul edilmişdir və Avropa soyuq müharibədən sonraki vəziyyəti belə deyək də nəzərə alınmışdır. Xartiya təhlükəsizlik və əməkdaşlıq məsələlərinə idarə etmək məqsədi daşıyır və terrorizmin bütün formalarını pisləyir. Münaqişələr sulh yolu ilə həll olunmalıdır birmənalı şəkildə. ATƏT-in təşkilatlanması və struktur quruluşu da məhz bununla bağlı bildirir və növbəti olaraq ATƏT-in sammitləri biraz da fəaliyyət mexanizmi haqqında məlumat verəcəm. ATƏT-in sammitləri ilə bağlı əgər danışırıqsa, Avropada təhlükəsizlik məsələləri üçün 1993-cü ildə Helsinki, 1994-cü ildə Budapeşt sammitləri baş tutmuşdur və bundan sonra 96-cı ildə Lissabon, 1999-cu ildə də İstanbul sammitləri keçirilmişdir. Yəni, yeni mexanizmlər və təşkilati bölmələr yaradılmışdır və təşkilat təhlükəsizlik, əməkdaşlıq və böhran idarəsini, necə deyirlər, formalaşdırmağa çalışmışdır. ATƏT və təhlükəsizliyin təminatı üzərindən kontekstindən əgər danışarıqsa, ATƏT ümumiyyətlə təhlükəsizliyin təmin edilməsi prinsipinə geniş yanaşır və ATƏT-in Minsk qrupu da vardı. Bizim Dağlıq Qarabağ münaqişəsi ilə bağlı uzun müddət Azərbaycanda da fəaliyyət göstərirdi. Silahlar üzərində preventiv diplomatiyanın aparılması məsələsi idi, etimad və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məsələsi vardı burada, insan hüquqları, seçkilərə nəzarət, iqtisadi ekoloji təhlükəsizlik və s. Bütün qərarlar da konsensus əsasında qəbul olunurdu və yaxud da ki, olunur, deyək. Beynəlxalq təhlükəsizliyin əsas təşkilatçısı haqqında biraz məlumat vermək istəyirəm. Bu, BMT-nin Təhlükəsizlik Şurasıdır ki, bugün üçündə aktual olaraq qalmaqdadır. Daim üzvlər Amerika, Çin, Rusiya
Böyük Britaniya və Fransa olaraq qalmaqdadır. BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir bu saydığımız dövlətlər. Daha 2 müvəqqəti üzv də 2 ildən bir seçilirlər. Bundan başqa Təhlükəsizlik Şurasının beynəlxalq sülh məramlı qüvvələri kollektiv gücü koordinasiya etmək kimi bir səlahiyyətləri də vardır. Və burada da eyni zamanda qərarlar konsensus yolu ilə qəbul edilir. Yəni, daimi üzvlərin tam hüquqlu şəkildə qərarlarla bağlı bir fikirləri olur. Yəni, ortaq şəkildə qərarlar alınır və Təhlükəsizlik Şurasının qərarı ilə hər hansısa bir təhdüdə qarşı əgər operativ müdaxilə baş verməlidirsə, operativ müdaxilə etməlidirsə BMT, məhz Təhlükəsizlik Şurasının bu daimi üzvlərin ortaq qərarı əsasında həyata keçirilir. Və BMT təhlükəsizlik sistemindəki problemlərlə bağlı bir-iki nüansları bildirəcəm. Bəzi mütəxəssislər BMT sistemində bir təkmil olmaz fikrini irəli sürürlər. Yəni, təhlükəsizlik qərarları münaqişələrin qarşısını almaqda kifayət etmir. Nə yazıq ki, biz bunu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan-Ermənistan arasında bu illərlə sürən müharibə zamanı gördük ki, misal üçün bizim ərazilərimizə qarşı işğal zamanı BMT-nin 4 qətnaməsi var idi. Ancaq BMT-nin qərarları münaqişənin qarşısını alınmasına heç bir faktiki olaraq kömək eləmədi. Biz bunun nəzəri yox, praktiki şəkildə şahidi olduq və birbaşa bu proseslərin içərisində yaşadıq, gördük. Milli maraqlar daimi üzvləri daha çox düşündürür. Məsəl üçün, faktiki təhlükəsizlik təminatının zəif olması, bəzi işğalçı dövlətlərə təsir etmə mexanizminin zəif olması və yaxud da ki, bu kimi problemlər kollektiv təhlükəsizlik mexanizminin yenidən qurulmasına və yaxud da yenidən güncəllənməsinə zərurət yaratdığını düşünürük. Və belə deyək, təhlükəsizlik bugün bütün dünyada ən vacib olan, prioritet olan məsələlərdən biridir. Qeyd elədiyim kimi, dünyanın müxtəlif dövlətlərində, müxtəlif xalqlar zaman-zaman bu və ya digər şəkildə müharibələrdən, istər belə deyək, qaynar müharibə bölgələri olsun, istər soyuq müharibə bölgələrindən, terrorçuluqdan, ekstremizmdən, dini ayrı seçkilikdən, irqçilikdən və buna bənzər separatizmdən, terrorizmdən çox əziyyət çəkirlər və ona görə də bütün dünya xalqlarının da, hətta dünyanın inkişaf etmiş bütün dövlətlərinin də istəyi, arzusu odur ki, dünya vahid təhlükəsizlik bir platforması üzərindən idarə olunsun və inkişaf eləsin. Bugünlük dərsimiz bu qədər. Diqqətinizə görə təşəkkür edirəm və hər birinizə təhlükəsiz dünyada yaşamaq arzulayıram. Çox sağ olun.